O vaxtda elə mən birinci bu qovşaqları, yolları başlayanda bu mənim məsləhətçilərim, Sinqapurlular, Almanlar dedilər ki, siz ilk bu yol qovşaqlardan başqa, yoldan başqa ilk birinci yerin altından başlamalısınız. Yəni şəhərin su kanalizasiya sistemini ilk onları başlamasaz, tikməsəz, nəyi tikmisinizsə, hamısı sökülüb dağılacaq və bir dənə böyük bir sel, su, yağış gələndə şəhəri su basacaq. Deməli, Sizə dedilər bunu? mənə dedilər. Mən də o vaxtı bilirsən ki, mən hər bir nazirin mən getmirdim, onları mənim öz otağıma çağırırdım. Gəlirdilər mənim otağıma. Deməli, Samir Şərifov, Ziya Məmmədov, Cavid Qurbanov, Hacıbala Abutalıbov bu Maymaq, Abid Şərifov. Baş nazirin keçmiş birinci müavini. Bəli. Dəvət etdim ki, gəlin benim xarici mühəndislərim var, məsləhət belə bilirlər. Və böyük həyət rejisdə meeting room götürdüm. Bunların hamısını dəvət etdim. Axırda Abid dedi ki, bunlar kimdir xaricilər bizi ağıl öyrətsin. Ziya dedi ki, mən yol işimi tikirəm, su kanalizasiya bunlar etməlidir. Yəni bir-birinin boynundan atdılar.